Danışırıq əmirliklər və hakimliklər haqqında. Deməli, Ərəb xilafətinin parçalanması nəticəsində yaranan əmirliklərdən biri Dərbənd əmirliyi olmuş. 869-cu ildə Haşim Əs-Sulami yaratmışdır. Haşimlər sülaləsi tərəfindən idarə olunmuş. 988-ci ildə Şirvanşahlardan asılı hala düşmüş. 1075-ci ildə Şirvanşah hökmdarı 1-ci Fəriz birləşdirmişdir. Danışırıq Tiflis əmirliyi. Ərəblər tərəfindən 8-ci əsrin 30-cu illərində yaranmış, mərkəzi Tiflis olmuş, Şüeybi Şeybani Cəfərlilər sülaləsi idarə etmişdir. 9-cu əsrin 60-cı illərində müstəqilləşmişdir. 1121-ci il Didqori döyüşündə Gürcülər Səlcuqlara qalib gəldi. 1122-ci ildə Gürcülər tərəfindən Tiflis əmirliyi süqut etmişdir. Şəki hakimliyi yaranmışdır 9-cu əsrin 60-cı illərində. Xristianlıqla İslamçılıq arasında mübarizə meydanına çevrilmişdir. Yəni, xristianlaşdırma siyasəti aparmaq istəsələr də Şəkidə bunun qarşısını Şəki hakimləri almağa çalışmışdılar. Deməli, möhkəmləndirək. Dərbənd əmirliyi nə vaxt yarandı? 869. Hansı sülalə yaratdı? Haşimilər. Nə vaxt Şirvanşahlardan asılı düşdü? 988. Nə vaxt birləşdirildi? 1075. Tiflis əmirliyi nə vaxt yaranıb? 8-ci əsrin 30-cu illərində. İdarə edən sülalələr Şüeybilər, Şeybanilər və Cəfərlər olmuşdur. Didqori döyüşü nə vaxt oldu? 1121. Qalib gəldi Gürcülər. Məğlub oldu Səlcuqlar. Tiflis əmirliyi nə vaxt süqut etdi? 1122. Şəki hakimliyi nə vaxt yaranmışdır? 9-cu əsrin 60-cı illərində. İslamla xristianlıq arasında mübarizə meydanına çevrilmişdir Şəki hakimliyi. Bu mövzumuzda bundan ibarət idi. Sağ olun.